Dedim gəlirik bu gün filtrə. Dedik ki, filtrin qısa yolu Ctrl, Shift və L hərfidir. Shift və L hərfi. Bu oldu filtrin qısa yolu. Filtr iki hissədə yerləşdi. Bir, Home menüsündə, Editing bölməsində Sort filter. Burada filter. Bu birinci yeri. İkinci, Data menüsündə Sort filter hissəsində filter. Bu oldu iki yerdə. Qısa yolda Ctrl Shift L-dır və filtrin üstünə vurdum, avtomatik cədvəlimə filtr verildi. Burada gələn bu işarələrdən bilirəm ki, cədvəlim filtrlənib. Filtr nə işə yarayır? Filtr böyük cədvəllərdə mənə lazım olan hissənin rahat və tez bir sürətdə çıxarılmasıdır. Filtri verdik, yerini öyrəndik, indi növlərinə baxırıq. Filtrin 4 dənə növü var dedik. Birincisi number filtrdir. Number filtr, rəqəm filtri. Rəqəm olan hissələrdə olur, indi göstərəcəm. Sonra ikinci text filtrdir. Text filtr mətin filtridir. Bu da mətin yazılmış hissələrdə olur. Üçüncüsü date filtr. Tarix filtridir. Date filtr. Bu da tarix yazılmış hissələrdə də adından bəllidir. Bir də var color filtr. Color filtr çox da istifadə edilmir. Bu da rəng filtridir. Birinci başlayıram mən number filtrdən, rəqəm filtrindən. Rəqəm filtri dediyi rəqəm verilən hissələrdə olur. Rəqəm olan hissələr. Rəqəm olan hissələr də məndə təcrübədədir, düzdürmü? Maaşdadır, bir də dərəcədədir də rəqəm, düzdür? Gəl birinci maaşla gedək. Bax, maaş olan hissənin filtrinin işarəsinə tıklayıram. Və görürsən, burada number filtri gəldi. Number filtr dedik ki, rəqəm filtridir. Buradan da birinci gəlir equals. Bax, bayaq conditional izah elədim ha. O conditionalda olanları elə bir mənalı bura köçürüblər. Sadəcə orada rəngləyirdi. Burada bizə lazım olan hissəni çıxardırıq. Number filtrdən birinci gəlir equals. Equals yenə bərabər olan deməkdir. Vurdum məsələn equalsın üstünə. Deyək ki, mənə deyib ki, maaşı bərabər olsun 9424-ə. Gəldim bura yazdım 9424. 424. Bunu nöqtə ilə yazaq, çünki bizim cədvəlimizdə nöqtə ilə verilib. Və enteri vurdum. Bax, rahatca çıxartdım. Deməli, maaşı 9424-ə bərabər olan Christopher Soto imiş. Manufakturada işləyir. Çalışır. 25 may 99-da işə gəlib. Təcrübəsi 16. Maaşı bu qədər, dərəcəsi bu qədər. Yəni, mən onun bir dənə məlumatından bütün hər şeyini çıxara bildim cədvəldə veriləni. Aydındır mı? Yəni, filtr budur. Rahat. İndi filtri mən təmizləyirəm. Bax, üstünə vururam filtrin işarəsinə. Bir də işarələri fikir ver. Filtr, açılmış filtrin işarəsi görsən bu şəkilə döndü. Amma qapalı filtr, hələ üstündə istifadə eləmədiyimiz, açmadığımız filtrin işarəsi bu şəkildədir. Yaxşı? Bunlar da məsələn magistr sualına belə suallar düşür. Gəlirəm bundan clear filtr eləyib filtri bağladım. Sonra ikinci number filtrdən gəlir does not equal. Does not equal isə bərabər olmayan deməkdir. Məsələn, sənə deyir ki, maaşı 9424-ə bərabər olmayanlar çıxart. Yəni, ondan başqa hamısını. O zaman does not equal-dan istifadə edir. Məsələn, vururam bura, yazıram 9424. 424. Enteri vurdum. Bax, ondan başqa hər şeyi çıxarıb. O yoxdur. Buranı axtarsın, 9424-ə tapmazsın. Aydındır mı? Bəli. Əla. Sonra, gəlir number filtrdən üçüncü greater than. Greater than bayaq da dedik ki, böyük olan deməkdir. Məsələn, sənə gəlib deyir ki, maaşı 80 mindən yuxarı olanları cədvəldən çıxart mənə gətir. Gəlirsən tez greater than-ə vurursan, buraya yazırsan 80 min. Sənə nə deyibsə onu. Və enter. Всё, 80 mindən yuxarı maaş alanları rahat bir sürətdə çıxartdım. Başa düşdünmü? Bir var ki, gedim cədvəldən bir-bir axtarım, bir də var ki, belə rahat bir sürətdə çıxarıb göstərim. Sonra gəlir buradan greater than or equal to eyni şeydir. Yəni, böyük və bərabər olanlar. Həm böyük, həm də bərabəri çıxarır bu. Less than kiçik olandır. Məsələn, sənə deyib ki, maaşı 10 mindən kiçik olanı çıxar. Less than-ə vurursan, buraya yazırsan 10 min. 10 min. Və enter. 10 mindən deməli kiçik olan 2 nəfər imiş cədvəlimdə. Onları rahat çıxartdım. Sonra gəlir yenə less than or equal to eyni şeydir. Böyük, kiçik, daha doğrusu kiçik həm də bərabər olan, between arasında olan. Gəl bir də between-i sınayaq. Between-ə vururam. Deyək ki, mənə deyib ki, maaşı 10 mindən 20 min arası. Buraya yazıram 10 min. 10 mindən yuxarı, 20 mindən aşağı. Burada 20 min. Və enteri vururam. Всё. 10 min 20 min arası olanlar da bunlar imiş. Rahat bir sürətdə verdi mənə. Aydındır mı? Bəli. Əla. Sonra top 10 yenə yuxarı 10 nəfər. Məsələn, sənə deyib ki, maaşı yuxarı olan 10 nəfəri çıxart. Top 10-a vururam. Burada dediyim kimi bayaqda 10 formal ədəddir. İstəsən səndən deyə bilər 3 nəfəri çıxart, 2 nəfəri çıxart, nə bilim 5 nəfəri çıxart, yenə də buradan istifadə edə bilərsən. Yəni yuxarı maaş alan. Deyək ki, dəyişirəm, eləyirəm, mənə 3 nəfər lazımdır, 10 nəfər yox. O 3 nəfər edirəm və ola bilər aşağı olsun, batımı da buradan rahat seçə bilərsən. Batımı seçək, məsələn, aşağı maaş alan 3 nəfər.
Okey vurdum. Всё. Aşağı maaş alan 3 nəfəri rahat çıxart. Başa düşdünmü? Bəli. Əla. Sonra above average ortalamadan yuxarı, below average də ortalamadan aşağı. Bunları da conditional formatda bildirdim sənə. Qaldı bu hissə nə üçündür? Bax, burada search hissəsinə də bərabər olanı yazıb rahat çıxara bilərsən. Məsələn, deyək ki, maaşı sənə deyib ki, 16.688-ə bərabər olan. 16.688-i buraya yazdım. Və görsən, özü avtomatik gəldi. Bunun qalçıqasını elə saxla, bu birinin qalçıqasını götür, okeyi vur. Всё, və belə rahat da çıxara bilərsən bu şəkildə. Bərabər olanları bu şəkildə çıxara bilərsən. Clear filtr eləyib filtrdən təmizləyirəm. Bəs bu filtrin yuxarısındakı olan hissə nədir? Bu da sıralamadır, sort. Word-də keçmiş deyə sort. Burada da eyni şeydir. Bəli, From sağ smallest to largest, aha, böyükdən kiçiyədir. Largest to smallest də kiçikdən böyükədir. Aydınmı? Bəli. Əla. Üstünə vuraq məsələn deyək ki, maaşları sıralamayırsan. Sort largest to smallest elədin, böyükdən kiçiyə düzdür. Ctrl Z edib geri qaytar. Bu da belə. İndi gəl keçək text filtrə. Number filtri başa düşdün? Qaranlıq Bəli. qalan hissə var. Xeyr. Əla. Gəl number text filtrə baxaq. Text filtrdə dedik mətn olan hissələrdədir. Mətn də burada bizdə 3 hissədədir. İşçilərdədir, departamentdədir və statusdadır. Gəl birinci başlayaq. Fərq eləmir hansından istəyiriksə, eyni şey olacaq onsuz. Gəl birinci departamentdən elə göstərim. Departamentdə gəlirəm filtrə tıklayıram. Bax burada text filtri gördük. Text filtrdən yenə birinci gəlir equals. Yenə equals bərabər olanı. Məsələn equalsa vururam. Departamenti mənə deyib ki, məsələn manufakturaya bərabər olanları çıxart. Buraya yazıram manufaktura. Luring. Necə yazılıb cədvəlimdə o şəkildir. Okey vurdum. Deməli manufakturaya bərabər olanların hamısını qəşəngcə çıxartdım. Və burada başqa bir departament görürəm. Aydınmı? Bəli. Əla. Sonra gəlir buradan text set contain-dən does not equal-da eyni şey, bərabər olmayanlar. Begin with baş hərfi. Məsələn, müdür gəlib sənə deyir ki, dünən yanıma bir işçi gəlmişdi, amma adı tam yadımda deyil. Deyəsən baş hərfi A ilə başlayırdı. Tez gəlirsən text filtrdən vurursan buradan begin with-ə baş hərfi. Begin with-ə vurub bura A hərfi yazırsan və enteri vurursan. Deməli deyirsən ki, A hərfi ilə bizim departamentlərimiz adları bunlardır. Ya buradan gəlib, ya ASC-dən, ya gəlib, ya ADC-dən gəlir. O da deyir ki, hə, yadıma düşdü deyir ki, account management-dan gəlmişdi. Aydınmı? Yəni, baş hərfliyi də çıxara bilərsən. Sonra gəlir text set contain-dən end with. End with də son hərfidir. Məsələn, deyir ki, yadımda qalmayıb, son hərfi deyəsən N idi. Gəlirsən, bura N yazıb enteri vurursan. Deyirsən ki, bizdə son hərfi N olan departament yoxdur. Aydınmı? Bəli. Əla. Sonra gəlir contain. Contain-də ibarət olanı. Məsələn, deyir ki, tam xatırlamıram. Deyəsən, departamentin adının içində S var idi. Contain isə vurub, bura S yazırsan, enteri vurursan. Deyirsən ki, S hərfi olanlar bunlardır. İndi bunların içindən də yadına düşərmi, düşməzmi? Orası naməlum. Başa düşdün? Bəli. Əla. Clear filtr eləyib, yenə də filtrdən təmizləyirəm. Yenə bərabər olanı eyni şey. Search-ə də yazıb çıxara bilərsən. Buradan qalçıqasını qoyub da çıxara bilərsən. Bu da sıralamadır. A-dan Z-ə, Z-dən A-ya sıralaya bilərsən. Sonra üçüncü növümüz date filtridir. Date filtrdə dedik tarix filtridir. Tarix olan hissədə olur. Tarix olan hissə bizdə buradır. İşə başlama vaxtı. Bura tıklayıram. Gəlirəm buradan date filtrdən. Birinci gələnə gəlir equals. Equals yenə bərabər olandır. Before əvvəl, tarixdən müəyyən bir tarixdən əvvəli çıxardır. After sonra çıxardır. İngilis dilindədir, hə? Bəli, bəli. Hamısı da ingilis dilindədir. Axı ümumi MS Office proqramlarının dili ingilis dili olduğu üçün ingilis dilində yazılır hamısı. Ona görə tomorrow sabahdır, today bugün. Məsələn, bilirsən yağda bunlar tarix donsuz. Deyək ki, bugünün tarixini yazmışam bura. 16.03.2026. Aha. Deyirlər mənə ki, bugün işə kim başlayıb onu çıxart gətir mənə siyahadan. Gəldim filtrdən, date filtrə vurdum today-ə. Всё. Deyirəm ki, bugün 2 nəfər başlayıb. Leonard Grant, bir də David Meyers. Departamentləri budur, statusları budur, təcrübə, maaşı, dərəcəsi. Hamısını bir-bir çıxardıb verdim. Başa düşdünmü? Clear filtr eləyib yenə də aça bilərsən. Yenə də bərabər olanı burada search-ə də yazıb çıxara bilərsən. Qaldı color filtr. Color filtr də rəng filtridir. Rəng filtrini görmək üçün əvvəl rəng verməliyik. Və rəng sözü varsa dedik ki, conditional formatdır. Gəl birinci rəng verək. Məsələn, verək statusdan. Statusu deyək full time olanları rənglər. Birinci status sütunu seçirəm. Gəlirəm conditionaldan. Birincidən equal. Equal'a vurdum. Buradan yazıram full time. Full time. Full time sözünü yazdım. Rəngi də olsun deyək ki, sarı. Və okey vurdum. İndi bir də mənə deyir ki, kontraktı da yaşıl elə. Yenə ses sütunu seçdim. Gəldim condition'a bir neçə rəng olmalı ki, onu rahat görəsən.
Equal'a tıkladı. Burada yazdım contract. Contract. Aha, bu da qırmızı olsun elə. Okey vurdum. Bax indi filtrin işarəsinə vurum. Burada görəcəksən kale filtrdə yandı. Gördün mü? Filtr by kale yandı. Deyir ki, mənə deyir ki, sarı ilə rənglənənləri çıxart. Gəlirəm buradan sarıya vururam. Всё. Sarı ilə rənglənəni çıxartdım. Bir də ola bilər ki, desin qırmızı olanları çıxart. Gəldim yenə filtrə, qırmızıya vurdum, qırmızı olanları çıxart. Başa düşdün bunu? Bəli. Bu qədər sadə.